Bu müdaxilələrin arxasında eyni zamanda strateji, siyasi və iqtisadi maraqlar da olub. Pars Today bu hissədə 3 böyük nümunəni araşdıracaq. Vietnam, İraq, Venezuela və əsas sualı soruşacaq. Bu müdaxilələr həqiqətən demokratiya üçün idi, yoxsa daha böyük güc planının bir hissəsi idi? Amerika Birləşmiş Ştatları niyə Vietnama girdi? Rəsmi səbəb komünizmin yayılmasının qarşısını almaq. 1950-ci illərdə dünya 2 bloka bölünmüşdü. ABŞ və müttəfiqləri, Sovet İttifaqı və kommunist ölkələr. ABŞ qorxurdu ki, əgər Vietnam kommunist olarsa, digər ölkələr də kommunist olacaq. Buna domino nəzəriyyəsi deyirdilər. ABŞ əvvəlcə Fransaya kömək etdi, sonra isə birbaşa müharibəyə girdi və bu müharibə təxminən 20 il davam etdi. Həqiqi səbəblərdən biri geosiyasi güc, ABŞ üçün əsas məqsədlərdən biri Asiyada təsir gücünü qorumaq, Sovet İttifaqının güclənməsinin qarşısını almaq, dünya lideri statusunu itirməmək. Bu müharibədə milyonlarla Vietnamlı öldü, 58 mindən çox Amerikalı öldü və ABŞ sonda müharibəni uduzdu. Bu ABŞ tarixinin ən böyük məğlubiyyətlərindən biri oldu. İkinci, ABŞ niyə İraqa girdi? 2003-cü il. Rəsmi səbəb kütləvi qırğın silahları. ABŞ iddia edirdi ki, İraq lideri Saddam Hüseyn nüvə silahı hazırlayır, kimyəvi silahlara malikdir və dünya üçün böyük təhlükə kəsb edir. Bu səbəblə ABŞ və müttəfiqləri İraqa hücum etdi. Lakin sonradan məlum oldu ki, bu silahlar tapılmadı və müharibənin əsas səbəbi ilə bağlı böyük şübhələr yaratdı. Digər mümkün səbəblər neft və strateji